Salam, hər vaxtınız xeyir olsun. Hörmətli müəllimlər, əziz valideynlərimiz və şagirdlər. Azərbaycan Respublikasının Təhsil İnstitutunun 4-cü və 6-cı siniflər üzrə monitorinq qiymətləndirmə çərçivə sənədinin tərkibində yazılan mövzulara diqqət yetirəcəyik. Riyaziyyatla bağlı olan hansı hissələr var, hansı yeniliklər var, bunların hər birinə tək-tək çalışacaq ki, birlikdə aydınlıq gətirək. Deməli, mündəricət hissəsində diqqətlə izləsək, bizə verilən ilk giriş, sonra monitorinq məqsədləri, cəlb olunanların profili, qiymətləndirmə çərçivə sənədi, sonrası riyaziyyatla bağlı olan hissə. Riyazi savadlıq, savadlığın əhəmiyyəti, anlayışın müəyyən edilməsi, riyazi savadlıq, məzmun sahəsinin təşkili, məzmun proses, kontekst, savadlığın qiymətləndirilməsi və çətinlik üzrə paylanma. Bundan sonra isə ən sonda tapşırıq nümunələri gəlir ki, biz bu mövzuda danışdığımız əsas hissə ilə bağlı hansı növ çalışmalar qarşımıza çıxa bilər. Davam edirik. Deməli, giriş hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun 4-cü və 6-cı sinifləri əhatə edən monitorinq haqqında deməli, müəyyən əsas hissələrlə bağlı fikirlər qeyd olunub. Monitorinq məqsədləri gəlir. Monitorinq hansı məqsədləri daşıyır, hansı deməli, məqsədlər əsasında keçirilməlidir və əsas meyar olaraq nəyi ölçür? Bundan bəhs olunur. Bunların əsas hissəsini buradan hər bir insan, yəni ki, tək-tək oxuyaraq özdə təyin edə bilər. Bizim əsas diqqət yetirəcəyimiz hissə deməli qarşıdadır. Növbəti monitorinqə cəlb olunanların profili, yəni hər il bir dəfə tətbiq olunur və bunlarla bağlı da ibtidai təhsil səviyyəsinin sonunda hansısa deməli 4-cü sinif şahidinin nəticələri və yaxud da 6-cı sinifin sonunda tədrisin nailiyyətləri barədə ardıcıl olaraq məlumat təqdim edir. Əlavə olaraq monitorinqin qiymətləndirmə çərçivə sənədi. Bu çərçivə sənədi deməli, əsas istifadəçi qrupu Azərbaycan Respublikasının Təhsil, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi, regional təhsil idarələri, o cümlədən məktəb rəhbərləri və müəllimlərdir. Çərçivə sənədi haqqında və əlavə beynəlxalq qiymətləndirmələr haqqında müəyyən burada qeydlər aparılır və əsas bizim riyaziyyatla bağlı olan hissəyə gəldik. Deməli, riyazi savadlıq. Riyazi savadlıq bölməsi aşağıdakı hissələrdən ibarətdir. İlk hissə nədir? Deməli, əhəmiyyəti, sonra anlayışın müəyyən edilməsi, riyazi savadlıq, məzmun sahəsinin təşkili, bunların hər birinə hissə toxunacaq, riyazi savadlığın qiymətləndirilməsi və tapşırıq nümunələri. Əhəmiyyəti haqqında danışaq. Əhəmiyyəti, riyazi savadlıq şəxsin həm təhsildə, həm də gündəlik həyatda uğur qazanması üçün vacib olan əsas bacarıqlardan biridir. Riyaziyyat üzrə qiymətləndirmə müəyyən sinif səviyyəsində formalaşmış bilik və bacarıqları ölçərək, yəni biz artıq 6-cı sinifdə və yaxud 4-cü sinifdə imtahanla bağlı müəyyən hazırlıqlar davam etdiririksə, sonra imtahana daxil olursa, bilik və bacarıqlarını ölçmək üçün şagirdlərin gələcək öyrənmə və real həyat tətbiqləri üçün zəruri olan bazı biliklərinin mənimsəyib və yaxud mənimsəmədiyini təyin etmək üçün mühüm rol oynayır. Əlavə olaraq burada bəzi qeydlər də var. Deməli, şagirdlər problemlərin həlli üçün strategiyalarla formalaşdıra bilməlidirlər. Bu uyğun həll strategiyanın seçilməsi, qurulması, eləcə də prosesin icrasının izlənməsi və tənzimlənməsini əhatə edir. Şagirdlər problem situasiyanı riyaziləşdirə bilməli. Yəni, gördüyü hər hansısa bir problem və yaxud da ki, çətinliyin həlli qaydalarını riyazi formada həll edə bilməlidir. Yəni, riyaziyyatdan kənar konteksti müvafiq riyazi sahə ilə əlaqələndirməyə bacarmalıdır. Bunlarla bağlı bir hissə var. Sonra, sözsüz ki, biz ümumi hər bir cümləni tək-tək üzərində durmadan lazım olan hissələri, ümumi hissədən bizə lazım olan hissələri qeydiyyatını götürürük. Şagirdlər simvollar, riyazi əməllər və nəzəri dildən, deməli, simvollar, riyazi əməllər və nəzəri dildən istifadə etməlidir. Həmçinin tərif, qayda, algoritm, prosedur və simvolik ifadələr kimi riyazi məzmun biliklərini tətbiq edə bilməlidirlər. Yəni, bu şagirdin əsas öncəliklərindən biridir. Bununla yanaşı, düstur və fonksiyonal asılılıqlarla işləməyi, eləcə də əməllər ardıcıllığından istifadə etməyi bacarmalıdır. Yəni, riyaziyyatın əsas 4 hissəsini demək olar ki, tam şəkildə yerinə yetirməyi bacarmalıdır. Şagirdlər mühakimə yürütmə, əsaslandırmadan istifadə etməyə bacarmalıdır. Yəni, hər hansısa bir mövzu, gördüyü mövzu haqqında fikir irəli sürə bilməlidir
və irəli sürdüyü fikirdə və yaxud hər hansı bir əlavə bir fikirdə əsaslandırmalıdır. Yəni bunun üçün artıq müəyyən bir bacarıqlar formalaşmalıdır. Bununla şagirdlər problem situasiyanın və yaxud da ki, tapşırıq məsələ elementləri arasında əlaqələri müəyyən etməyi, əhatəli araşdırmağı, nəticələri və arqumentləri əsaslandırmağı və isbat etməyi bacarmalıdır. Artıq müəllimlərimiz və valideynlərimizin əksər hissəsi, yəni yuxarı yaş şagirdlərinə nəzarət edən, onlara dəstək olan insanlar bilirlər ki, müəyyən yuxarı səviyyəli imtahanlarda artıq birbaşa isbatla bağlı suallar qarşımıza çıxır. Yəni bunun da hazırlaşmasının təməli məhz aşağı siniflərdəndir. Və həmin siniflər ki, 4-6-cı siniflər imtahan götürülür. Həmin yaşda artıq həmin dediyimiz o isbatla bağlı olan nəzəri biliklərin, qaydaların, fikri yürütmənin, həmin fikirlərin əsaslandırılmasının hissə-hissə öyrənilməsi prosesini həmçində burada deməli, imtahan əsnasında nələri bilib-bilmədiyini dəqiqləşdirmək lazımdır. Və bu yolda da həmin imtahan sualları tətbiq olunur. Növbəti, riyazi alətlərdən istifadə etməyə bacarmalıdır. Müəyyən riyazi alətlər yəqin ki, artıq özünüz də bilirsiniz və onları anlamağı bacarmalıdır. Məsələn, kalkulyator, kompüter əsaslı alətlər, anlayışların formalaşmasını dəstəkləyən konkret materiallar, ölçmə vasitələri, damalı vərəqlər, riyazi köməkçi vasitələr və ən əsas gündəmimizdə olan süni intellekt nəzəriyyəsi, bunlarla bağlı mütləq şəkildə şagirdlərin müəyyən savadları, yəni müəyyən bir bacarıqları mütləq şəkildə olmalıdır. Növbəti anlayışın müəyyən edilməsi riyazi savadlıq. Bununla bağlı qeydlər deyir ki, bu geniş bilik, bacarıq və düşünmə prosesini ifadə etmək üçün riyazi savadlıq termini istifadə olunur. Ona aşağıdakı kimi tərif verilir. Biz artıq bunun tərifindən danışırıq ki, riyazi savadlıq şagirdin müxtəlif real həyatı situasiyalarda qarşılaşdığı problemlərə cavab olaraq, diqqət edək, həyati situasiyalarda qarşılaşdığı problemlərə cavab olaraq, yəni artıq bunlarla bağlı dediyimiz, biraz əvvəl qeyd etdiyimiz kimi mühakimə yürüdə bilmək, onu əsaslandıra bilmək üçün riyazi biliklərini aktivləşdirə bilməsi, yəni onları riyazi dilə çevirmə, tətbiq etmə, şərh etmə bacarığıdır. Riyazi savadlıq riyazi anlayışlardan, prosedurlardan, faktlardan və alətlərdən istifadə edərək hadisələri təsvir etmək, izah etmək və proqnozlaşdırmaq yolu ilə real həyatı problemləri həll etməyə ehtiyac. Yəni, işin əsası nəzəriyyədən daha çox praktik hissəyə köklənib. Bu şagirdlərə məlumatla zəngin mühitdə əsaslandırılmış konstruktiv və reflektiv qərarlar qəbul etməyə kömək edir. Artıq şagird hər hansı düşdüyü bir çətinlikdə öyrəndiyi qaydanı, nəzəriyyəni və yaxud da ki, düsturu real şəkildə həyata tətbiq etməyi bacarmalıdır. Əlavə olaraq yenidən izahlar verir. Riyazi bilikləri aktivləşdirmək qabiliyyəti. Problemin həlli üçün şagirddən aktiv fəaliyyət tələb olunur. Problemin həllində uğur şagirdin riyazi kompetensiyalarını məqsədyönlü şəkildə səfərbər etməsindən asılıdır. Və riyazi dilə çevirmə. Bəzi problemlər olur ki, biz bu problemləri artıq gördükdən sonra biz bunları riyazi dilə, yəni riyazi formada ədədlərə, simvollara və yaxud da ki, müəyyən funksional asılıqlar şəklində göstərə bilmək qabiliyyətinin formalaşması, tətbiq etmə və şərh etmə. Artıq müəyyən bir funksional bir asılıq qurduq. Bu riyazi dilə çevirmə qaydasıdır. Sonra bunun tətbiq məsələsi gəlir və ən sonunda şərh etmə məsələsi. Qurduğunu ifadə etmək, əsaslandırmaq, izah vermək və s. Sonra burada həmin qeyd etdiyimiz hissələr haqqında danışır. Deməli, riyazi dilə çevirmə, tətbiq etmə və şərh etmə, yəni təhlil. Real dünya kontekstləri evdə, işdə və geniş ictimai mühitdə qərarların qəbulunda riyaziyyatın rol oynadığı bütün situasiyaları nəzərdə tutur. Riyazi anlayışlardan, prosedurlardan, faktlardan, alətlərdən istifadə. Yəni, ölçmə tələb olunanda şagirdlər uyğun düsturları, biliklərindən, onları tətbiq və çevirmə bacarıqlarından, eləcə də oxşarlıq anlayışı və ona bağlı həndəsi qaydalar üzrə biliklərindən istifadə etmələri lazım gələ bilər. Davam edirik, hadisələri təsvir etmək, izah etmək və proqnozlaşdırmaq. Yəni, hər hansı bir qayda ardıcıllığı bildikdən sonra gedişata əsasən, müəyyən bir funksional asılığa əsasən hadisələri təsvir edə bilərik, izah edə bilərik və müəyyən bir hissəsini artıq öncədən proqnozlaşdıra bilərik.
Əsaslandırılmış konstruktiv və reflektiv qərarlar vermək. Bu təhlilin əsas məqsədlərindən birinə şagirdlərin sinifdən kənarda da məhsuldar, məsuliyyətli və bacarıqlı vətəndaş kimi formalaşmasına xidmət edir. Yəni şagirdlər sadəcə sinifdə nəzəriyyəni öyrəndi, bununla yekunlaşdı, belə bir qayda yoxdur. Sözsüz ki, bunu real həyata tətbiq edə bilməlidir, məhsuldar bir iş ilə işini davam etdirməlidir. Sonra riyazi baxımdan bu onların məlumat təhlil etmə, mümkün inkişafları proqnozlaşdırma və qərarların mümkün nəticələrini qiymətləndirmə bacarığını əhatə edir. Məzmun sahəsinin təşkili. Məzmun sahəsinin təşkilində deməli 3 əsas hissəyə bölür. Bu hissələr qarşılıqlı əlaqəli komponentlərdən ibarətdir. 1 məzmun, 2 proses, 3 kontekst. Diqqət edək bunların mənasına. Məzmun, problemi həll etmək üçün tələb olunan riyazi bilik və bacarıqlardır. Artıq deməli, bilik və bacarıqlar ki, sən problemi həll edə bilərsən, onlar sənin yaddaşındadır və yaxud da ki, öyrənmirsən, bunlar ümumi məzmun sahəsini əhatə edir. Proses, problemi həll etmək üçün tələb olunan fəaliyyətlər. Artıq sənin o bildiklərini fəaliyyətə çevirə bilmək qabiliyyəti proses hissəsini əhatə edir. Kontekst, həlli tələb olunan problemin, yəni məsələnin təqdim olunduğu situasiya. Bu şəkildə hər birinin izahı demək olar ki, təqdim olunur. Məzmun hissəsinə davam edək. Məzmun hissəsində deməli, neçə hissələr verilib. Qiymətləndirilə biləcək bilik, bacarı və anlayışları əks etdirmək üçün riyaziyyatın məzmun xəttləri üzrə təşkil edilməsi məqsədə uyğundur. Riyaziyyat fənninin kurikulumda standart və alt standartları ilə uyğunlaşmanı təmin etmək məqsədilə monitorinqdə əhatə olunan 4 məzmun istiqaməti bunlardır. Riyaziyyatla bağlı əsas 4 məzmun istiqaməti göstərilir. Deməli, 1. Ədəd və əməllər, 2. Cəbir və funksiyalar, 3. Həndəsə və ölçmə, statistika və ehtimal. Ən son statistika və ehtimaldır. Ədədlər və əməllər hissəsinə diqqət edək. Deməli, 4-cü sinif səviyyəsi üçün ədədlər və əməllərdə məzmun xəttinin əsas diqqət mərkəzi göstərilib. Ədədlərin oxunması, yazılması, sıralanması və yuvarlaqlaşdırılması. Ardınca, çox rəqəmli ədədlər üzərində toplama, çıxma, vurma və bölmə əməllərinin tətbiqi. Növbəti, yer dəyişmə, qruplaşdırma, paylama xassələrinin tətbiqi. Deməli, toplama əməlində yer dəyişmə, qruplaşdırma da istifadə oluna bilər. Vurmanın toplama və çıxmaya nəzərən paylama xassələri bunlardan deməli. Bir hissəsi bunlar, digər hissəsi bərabər kəsirlərin müəyyənləşdirilməsi. Yəni, biz kəsirin bərabər olub-olmadığını təyin edirik. Məsələn, 6-cı sinifdə bunları ixtisar formasında qeyd edirik. Sürətlə məxrəcin hər birinin müəyyən bir ədədə vurulması və yaxud bölünməsi. Sonra kəsirlərin müqayisəsi və sıralanması. Yəni, artma kiçikdən böyüyə, böyükdən kiçiyə doğru və s. Onluq kəsirlər, məxrəci bərabər olan kəsirlərin toplanması və çıxılması. 6-cı sinif səviyyəsində olan ədəd və əməllər hissəsinə diqqət edək. İlk, natural ədədlərin sadə vurğulara ayrılması. Natural ədədlərin sadə vurğulara ayrılması sözsüz ki, bu mürəkkəb ədədlərdən ən çox istifadə olunaraq qeyd olunur. Mürəkkəb ədədlər bilir ki, bir neçə sadə ədədlərin hasillərinə bərabərdir və ardınca bölən və bölünənləri tapmaq üçün algoritmlərin tətbiqi. Bölən və bölünənləri tapmaq üçün müəyyən qaydalar var ki, onları da artıq natural ədədlər mövzusunda qeyd olunub. Biz bundan əvvəlki videoların izahlarında da natural ədədlər mövzusuna toxunmuşuq və həmin hissənin izahını göstərmişik. Müsbət və mənfi ədədlərin oxunması, yazılması, müqayisəsi və sıralanması. Sözsüz ki, bu daha çox 6-cı sinif hissəsini əhatə edir. Deməli, əvvəlki hissələr 5 və 6 ilə əlaqəli isə bu müsbət və mənfi ədədlərin oxunma, yazılma, müqayisə və sıralanması daha çox 6-cı sinifə uyğun gəlir. Sonra modul mütləq qiymət anlayışı. Burada modul ilə mütləq qiymət sinonim olaraq işlənir. Hər hansı bir deməli, iki nöqtə arasındakı məsafə və yaxud da ki, biz tərif olaraq demişdik ki, hesablama başlanğıcından verilən hər hansı nöqtəyə qədər məsafənin qiyməti həmin ədədin modulunu göstərir. Və işarə qaydaları əməllər sırası nəzərə alınmaqla tam ədədlər üzərində əməllərin tətbiqi. Yəni, burada qeyd eləsək, hesablama əməllərinin tətbiqi. İstər natural ədədlər üzərində, istər tam ədədlər üzərində. Hesablama əməlləri əsasən qeyd eləmişdik ki, deməli, qüvvətə yüksəltmə, vurma, bölmə, toplama, çıxma. Bu şəkildə
İlk qüvvətə yüksəltmə ilə, sonra vurma bölmə ilə, sonra toplama çıxma ilə hesablamalar yerinə yetirdik. Sözsüz ki, burada mötərizənin olub-olmaması da ayrıca bir xüsusi deməli hissədir. Sonra nisbət, tənasüb, faizlə bağlı məsələlərin həlli. Yəni gördüyümüz bu hissələr ədəd və əməllər məzmun xəttini əhatə eləyir. Növbəti cəbr və funksiyalar. Cəbrin öyrənilməsi qeyd edir ki, vizual və ədədi sıralardakı qanun uyğunluqların tanınması ilə başlayır. Dəyişənlər arasında funksiyanın əlaqələrin başa düşülməsi ilə davam edir. Yəni qısaca görüntü olaraq vizual formada başlanğıc dəyişənlər, yəni hərflərdən istifadə edən müəyyən bir asılılıq şəklində davam edir və xətti tənliklər sistemi və bərabərsizliklərin həllinə qədər gedib çıxır. Xətti tənliklər AX bərabər B şəklində olan tənliklərdir. Sadə tənliklər, bərabərsizliklər AX böyükdür B-dən və yaxud da AX kiçikdir B-dən, böyük bərabər, kiçik bərabər şəklində olan bərabərsizliklər ki, ən çox burada həmin hissələrə toxunulur. 4-cü sinif səviyyəsi üçün cəbr və funksiyalar məzmun xəttinin əsas qeydləri. Ədəd və dəyişənlərdən, yəni həm ədəd, həm də hərflərdən istifadə etməklə ifadələr qura bilmək, sonra sadə tənlikləri həll etmək, növbəti real həyat problemlərinin tənliklərlə modelləşdirilməsi, yəni bir növ bildiyin həmin hərfi olan ifadə tənliklərin real həyat problemlərinə tətbiqi. Cəmiyyətin asılıqlarının nəticələrini düstur, sadə qrafiklərlə araşdırmaq. 6-cı sinifdən fərqli olaraq sadəcə düsturlar və sadə qrafiklərini araşdıra bilmək. 6-cı sinifə keçək. Ən çox iki dəyişəni olan cəbri ifadələrin qurulması və sadələşdirilməsi. Diqqət edək, həllindən söhbət getmir hələ ki. Qurulması və sadələşdirilməsi. Yəni, əvvəlcə biz düstur şəklində yazırıq, sonra isə bunu sadələşdirməyə. Deməli, varsa hərfi eyni olan ifadələri toplamaq, çıxmaq, ədədlər eyni varsa, yəni hərfi olmayan ədədlər, sadə ədədlər, onları toplayıb çıxmaq sadəcə sadələşdirmə hissəsini əhatə edir. Tam ədədlər çoxluğunda tənlik. Artıq bizə verilən tənliklərdə biz aşağı siniflərdə sadəcə müsbət natural ədədlərlə istifadə ediriksə, burada artıq mənfilər, yəni tam ədədlərin mənfi olan hissəsi də iştirak edir. Bərabərsizlikləri həll etmək, onları real həyat məsələlərinə tətbiq etmək. Düz və tərs mütənasib əlaqələrin düstur, cədvəl, qrafiklə təsviri. Bunlarla bağlı kiçik bir hissələri qeyd edim. Həm buradakı məzmun xətti ilə tanış olur, həm də ki, qaydalarda əlaqələndirilmiş şəkildə anlamağa çalışaq. Düz və tərs mütənasib olan ifadələr düstur şəklində verərsə, düz mütənasibdə sütun şəklində hasilləri bərabər olmalıdır. Deməli, daha doğrusu düz mütənasib ifadələrdə nisbətləri bərabər olmalıdır, tərs mütənasibdə isə hasilləri bərabər olmalıdır. Deməli, düstur, cədvəl. Deməli, qeyd etdiyimiz isə cədvəl formasında, düstur formasında isə düz mütənasib cəmiyyətlər üçün y bərabər kx formasında həll olunurdu, tərs mütənasibdə y bərabər k böl x şəklində. Sözsüz ki, x sıfırdan fərqli şərtini ödəməlidir. Qrafiklə təsviri isə az sayda düşən sualları əhatə edir, amma hər ehtimal, yəni məzmun xəttində olduğuna görə bunları da bilmək faydalıdır. Düz mütənasibin qrafiki birinci rübdə yerləşir, düz xəttin bir hissəsini əhatə edir. Tərs mütənasibdə isə əyri bir fiqurdur. Yəni, bu da birinci rübdə yerləşir. Əsasən biz bunlardan istifadə edirik və deməli, ardınca davam etsək, çoxluqlar nəzəriyyəsində məsələlərin həlli, Venn diaqramından istifadə olunması. Yəni, çoxluqlar bölməsini, belə deyək, yəni Venn diaqramı, sonra elementlərin kəsişməsi, birləşməsi, fərqi, element saylarının tapılması, boş çoxluq və s. Bunlar alt çoxluq, bunlarla bağlı bütün hissələrin tətbiqi. Həndəsə və ölçmə. Həndəsə bizim deməli ən əsas hissələrdən biridir. Çünki şahidlərin bir hissəsi cəbir hesablama hissəsində daha gözəl anlasa da, həndəsə hissəsində çətinlik çəkməyə yəni meyillidir. Və həndəsə fəzanın, fiqurların ölçünün, mövqeyin, simmetriya və çevrilmələrin xüsusiyyətlərini öyrənir. Əsas məsələlərdən biri burada fəzadır. Çünki fəza ilə bağlı şahidlərin təsvir etməsi bəzən yəni çətinlik doğuran hissələrdən biridir. Ona görə yəni həndəsə bölməsi bir qədər şahidlərə çətinlik törədir. Amma buna baxmayaraq mütləq şəkildə bu hissələrdə həddindən artıq çalışaraq öyrənmək lazımdır. 4-cü sinif səviyyəsində həndəsə və ölçmə nöqtəni, düz xətti, şua, bucaq, çevrə kimi anlayışları başa düşə bilməsi, xüsusiyyətlərin
araşdırılması, koordinat müstəvisində birinci rübdən istifadə olunması. Sözsüz ki, koordinat müstəvisi 4 hissəyə bölünür. Birinci rübdən istifadə edə bilmək bacarığı, dönmə, paralel köçürmə, simmetriya kimi çevrilmələrin tətbiqi, fəza fiqurlarının açılışlarının, onların müxtəlif tərəfdən görünüşlərinin əlaqələndirilməsi. Biz əsas 3 hissədən ibarət edirik. Ön tərəfdən, deməli, ön, yan, bir də deməli, üst hissədən görüntülərin göstərilməsi. Sonra uzunluq, kütlə, həcm, zaman vahidləri arasında çevrilmələrin aparılması. Uzunluq vahidlərindən bilirsiniz, əlavə olaraq ar və deməli sahə vahidlərinin, uzunluq vahidlərinin tərkibində sahə vahidlərindən keçid eləsək, deməli ar və hektarın əlavə olaraq göstərilməsi. Kütlə vahidlərindən sentiner, yəni 100 kiloqram ifadə edən. Sonra həcm vahidlərindən mayenin həcmi, litr, millilitr, bunlara daha çox diqqət etmək lazımdır, çünki digərləri bildiyimiz başlıqlardır. Sonra zaman vahidləri, zaman vahidlərində deməli saniyədir, dəqiqədir, saatdır, əsasən bunlardan istifadə edirik. Bəzi hallarda deməli əlavə olaraq il, fəsillərə və s. keçidlər edə bilərik. Düzgün çoxbucaqlıların perimetri, düzbucaqlı kvadratın perimetri və sahəsinin hesablanması. Burada əsas hissələrdən biri düzgün sözünün ifadəsi. Düzgün, yəni verilən çoxbucaqlının bütün tərəflərinin, bütün bucaqlarının bərabər olmasıdır. Həmin fiqurların perimetrini hesablayarkən tərəfin sayını bir tərəfin uzunluğuna vurmaq kifayətdir. Düzbucaqlı və kvadratın perimetri sahəsinin tapılmasını mənə gəlir ki, artıq hər bir, yəni məktəbli bunu bilir. Ölçmə və çevirmələrlə bağlı real həyat problemlərinin həlli. Bu 4-cü sinifə əhatə edən hissə. Keçirik növbəti 6-cı sinif səviyyəsində həndəsə və ölçmə məzmun xəttinin əsas diqqət mərkəzi. Bucaqların, üçbucağın, dördbucaqların xassələrini, o cümlədən tərəflər və bucaqlar arasındakı əlaqələri, konkretliyi, üçbucaq bərabərsini başa düşmək. Diqqət edək, burada bildiyimiz əksər sözlərdir. Bircə dənə kiçik bir hissə var, onu qeyd edək. Konkretlik, yəni üçbucaqların, bucaqların və digər fiqurların bərabərliyindən söhbət getməsi. Üçbucaq bərabərsizliyi isə odur ki, istənilən 3 parçanın uzunluğundan istifadə edərək üçbucaq qura bilmərik. Bunun üçün müəyyən şərt olmalıdır. Həmin şərt nədən ibarətdir? Deməli, fiqurun üçbucağın daha doğrusu hər hansısa bir tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır, fərqinin modundan böyük olmalıdır. Bu şərtin ödənilməsi lazımdır. Düzbucaqlı koordinat sistemindən istifadə etmək bacarığı. Deməli, biz 4-cü sinif səviyyəsi üçün dedik ki, deməli, yalnız birinci rübdən istifadə edə bilmək. Düzbucaqlı koordinat sistemi üçün isə dedik ki, bütün hissələrdən, yəni bütün rüblərdən rahat şəkildə istifadə etmək. Simmetriya çevirmələri tətbiq etmək. Artıq müəyyən bir simmetrik çevirmələr var ki, x oxuna nəzərən çevirmələr, y oxuna nəzərən çevirmələr, koordinat başlanğıcına nəzərən çevirmələr və s. Sonra, çevrənin uzunluğu üçbucaq dairənin sahəsinin hesablanması. Çevrənin uzunluğunu hesablamaq üçün radius və diametrdən istifadə edirik, bunu diqqətdə saxlayaq və ən çox şahidlərin səhv etdiyi hissələrdən biri. Bəzən cavabı tapırlar, tapdığı cavablarda pi-nin qiyməti nəzərə almırlar. Əgər sizə verilən misal, məsələlərdə pi-nin qiyməti xüsusi olaraq qeyd olunubsa ki, misal pi bərabər təxminən 3-ə və yaxud pi bərabər 3,14-ə, o zaman siz pi-nin qiymətini yerinə yazaraq cavabı tapırsınız. Verilmədiyi halda cavablarda mütləq şəkildə tapdığınız ədədin yanına pi-nin deməli qeydiyyatını aparmaq lazımdır. Yəni pi işarəsini yazmaq lazımdır. Üçbucağın sahəsi ilə bağlı ixtiyari üçbucaqdan söhbət gedir, düzbucaqlı üçbucaqdan söhbət gedir. Körbucaqlı üçbucaqlar ki, hansı ki onların hündürlüyü xaricdə yerləşir. Bəzən şahidlər bu hissələrdə diqqətdən yayınırlar, amma diqqətli olmaq lazımdır. Dairənin sahəsinin hesablanmasında sadəcə radius və yaxud da diametrin bilinməsi kifayətdir. Növbəti, oturacağı düzbucaqlı üçbucaq olan düz prizma, silindrin səthinin sahəsi və həcmin hesablanması. Yəni, diqqət edək, bunların hər biri üçün deməli, ortaq bir hissələr mütləq ki var. Oturacağı düzbucaqlı üçbucaq olanda düz prizmanın deməli, sahəsini hesablayanda hər bir üzün sahələrin, burada əsas məsələ səthinin sözü verəndə şahidlər bəzən bir üzü kimi anlayırlar. Diqqətə saxlayın ki, səthinin sözü yazdıqda bu qarşısında tam sözünün sanki varlığını ifadə edir. Yəni, tam səthinin sahəsi. Bu da deməkdir ki, bütün üzlərin sahələrini toplamaq lazımdır. Düz prizma deyəndə oturacaq düzbucaqlı üçbucaqdır, yəni hər iki oturacaq üst və alt. Yan üzlər isə düzbucaqlıdır.
Hər birinin sahəsini tapıb toplamaq lazımdır. Silindirdə isə açılışı bizə 2 dairə və bir düzbucaqlı verir. Yəni üst-alt dairələr, yan üst düzbucaqlıdır. Bunların sahələrini tapıb toplamaq lazımdır. Həcmində isə sözsüz ki, hər ikisi üçün həcm ümumi olaraq eyni düsturdur. Oturacağın sahəsini hündürlüyə vurmaq lazımdır. Yaxşı, düz prizma üçün oturacağın sahəsi necə tapılır? Düzbucaqlı, üçbucaqda katetlərə hasının yarısı. Amma silindirdə isə oturacaq dairə olduğuna görə pi r kvadrat şəklində tapılır. Bunlara diqqət etmək lazımdır. Müxtəlif fiqurların kombinasiyası. Məsələn, kvadratın daxilinə dairə çəkilə bilər, düzbucağlının daxilinə bir neçə dairələr çəkilə bilər. Sonra əlavə olaraq deməli bunların sahəsini soruşa bilər və yaxud da ki, birinin digərini əlaqələndirib deməli ya dairənin və yaxud da daxilə çəkilən çevrənin uzunluğunu soruşa bilər, dairənin sahəsini soruşa bilər, radius, diametr və s. bunları mütləq şəkildə soruşa bilər və bunlarla bağlı hər hansısa bir məsələ çıxarsa, kombinasiya şəklində sahə ilə bağlı da ən maraqlı hissələrdən biri iki fiquru biri digərinin daxilində çəkərək bunların rənglənmiş hissəsinin və yaxud da rənglənməmiş hissəsinin sahəsinin tapılması ilə bağlı suallar mütləq şəkildə qarşınıza çıxacaq. Zaman, sürət, məsafə ilə bağlı anlayışları praktik vəziyyətlərdə tətbiq etmək. Zaman, sürət, məsafə bunun ümumi bir düsturu S bərabər V vurulsun T-dir. Bunlarla bağlı kiçik bir qeydiyyatınızı yadınıza salım. Deməli, ən çox kater məsələlərində və yaxud da ki, gəmi ilə bağlı olan çayın istiqaməti, çayın əks istiqaməti məsələlərində hiss olunan, daha doğrusu diqqətdə saxlanmalı olan hissələrdən biri sürətin toplanması və çıxılmasıdır. Sözsüz ki, hər hansısa bir kater olsun və yaxud da digər bir hansısa bir deməli texnika ilə hərəkət edəndə, çayın istiqamətində gedəndə çayın sürəti ilə deməli həmin sizə verilən gəminin və yaxud da katerin nəyinsə sürəti toplanmalıdır. Çünki eyni istiqamətdə gedir, çayın sürəti həmin katerin sürətinə təsir edir. Amma əks istiqamət getdikdə isə sürət kiçilir. Yəni artıq bunların, yəni katerin sürəti ilə misal çayın sürətinin fərqini tapmalısın. Yəni bu hissələrdə bir qədər diqqətli olmaq lazımdır. Növbəti məzmun xətti, statistika və ehtimal, bu da sonuncudur. Statistika məlumatların toplanması, deməli, məlumat bazasının təşkili, təhlili və təqdimatına yönəlir və deməli, bir təklifi dəstəkləmək və ya sorğulamaq, proqnoz vermək üçün istifadə olunur. Belə desək, informasiyanı əldə edirik, statistika bölməsində ümumi anlayış budur. İkinci, emal edirik, üçüncü, təqdim edirik. Ehtimal isə gözlənti anlayışlarına xüsusi hadisənin baş vermə ehtimalının keyfiyyət və kəmiyyət baxımından təsvirinə yönəlir. Deməli, nə etmək lazımdır? Bizə lazım olan hissəsi, deməli, 4-cü sinif səviyyəsində statistika və ehtimal haqqında nələrin düşməsidir. Məlumatın deyir 1 sütunlu, 2 sütunlu xətti, dairəvi, diaqram kimi müxtəlif diaqramlarla təsviri, təhlili. Gəlin bunlar haqqında qısaca bir ifadə edək. Məlumatın 1 sütunlu, 2 sütunlu diaqramlarla. 1 sütunlu diaqram, 2 sütunlu diaqram, sözsüz ki, bunların hər birinə aid müəyyən çalışma növləri var. Həmin çalışma növlərindən mütləq şəkildə istifadə olunur. Məsələn, 1 sütunlu diaqramla bağlı hər hansı bir neçə dənə element verir. Onun belə götürək, sinifdəki şagirdlərin imtahan nəticələri və yaxud da ki, summativ nəticələri, bunlar haqqında hər bir şagirdin müəyyən bir göstərici qeyd oluna bilər. 2 sütunlu diaqramlarda isə misal hər hansısa bir summativin qiymətlərini nəzərdən keçirsək, tutaq ki, 0 ilə 30 bal arasında nəticə göstərən şagirdlər, sonra 31 ilə 40 arasında, daha doğrusu 50 arasında nəticə göstərən şagirdlər, sonra 51 ilə 70 arasında və s. bu şəkildə aralıqlar verilə bilər ki, bunlarla bağlı artıq yenə də bir sütunlardan istifadə etmək olar. 2 sütunlara keçsək, 2 sütunlarda misal belə ötsək, misal bir sinifdəki şagirdlərdə qızlarla oğlanların nəticələrini araşdırsaq və yaxud da ki, 6-cı sinif şagirdlərinin 3-4 dənə 6-cı sinif şagirdi varsa, hər bir şagirdlərdə, sinifin şagirdlərində, tutaq ki, oğlanlar futbol oyunu keçirirlər, onların yarış nəticələri, qızlar voleybol oyunu keçirirlər, onların yarış nəticələri hər sinif üçün ayrı-ayrı şəkildə verilərək 2 sütunlu formada göstərilə bilər. Məsələn, 6A-nın oğlan və qızların nəticəsi, 6B-nin oğlan və qızların nəticəsi, C-də və s.
Hər biri üçün ayrı-ayrılıqda 2 sütunlu formada göstərilə bilər. Bunlar deməli sütunlu diaqramın yəni bir hissəsini əhatə edir. Xətti dairəvi diaqram. Xətti diaqram xəttlər vasitəsilə göstərilir. Xəttlər vasitəsilə göstərilən diaqramlarda nəticəni təyin etmək üçün kəsişmə nöqtələrinə diqqət etmək lazımdır. Dairəvi diaqramlar 6-cı sinfi də əhatə edir. Dairəvi diaqramlarda hissələrə, belə desək, sektorlara, yəni kiçik dilimlərə bölünərək orada sizə müəyyən sualları verə bilər. 6-cı sinif səviyyəsi üçün statistika və ehtimal hissəsi. Deməli, məlumat bazasının median modasının şərh olunması. Median moda. Bunlar haqqında qısaca izah deyək. Nədir median? Median deməli, bizə verilən hər hansı bir ardıcıllığın artan və yaxud azalan sıra ilə öncə düzülməsidir. Sonra isə say etibarilə tək sayda elementlər olarsa, mərkəzdə gələn ədədin, cüt sayda elementlər olarsa, mərkəzdə gələn 2 ədədin cəminin yarısı ilə medianın tapılmasından söhbət gedir. Moda verilən ədədlər ardıcıllığında ən çox təkrarlanan ədədin göstərilməsidir. Ola bilər ki, bir neçə modalı olsun, ola bilər ki, moda ümumiyyətlə olmasın. Həmçinin müxtəlif məlumatlar bazasının median, moda və ədədi-orta əsasında müqayisə edilməsi. Ədədi-orta nədir? Verilən elementlər ardıcıllığının cəminin sayına olan nisbətidir. Xətti diaqramlardan istifadə etməklə artım, azalmaları, faizlə ifadəsi, hadisələrin ehtimalının mümkün olmayan, aşağı ehtimallı, yüksək ehtimallı, mütləq kimi terminlərlə təsviri. Gəlin belə diqqət edək. Ehtimal hissəsinin 3 hissəyə bölüb bunlardan deməli bir qismi haqqında məlumat verir. Mümkün olmayan hadisələr, sözsüz ki, ehtimalı 0 olan hadisələrdir, ümumiyyətlə baş vermir. Aşağı ehtimallı hadisələr. Təsadüfi hadisələri biz əsasən 3 yerə bölürük. Deməli, mümkün olmayandır, mümkün olandır, yəni mütləq baş verəndir. Biz mütləq baş verənlərə bəzən yəqin hadisələr də deyirik. Sonra var eyni ehtimallı hadisələr. Bunların ehtimalı deməli mümkün olmayanlarda 0, mütləqlərdə 1. Sonra eyni ehtimallı hadisələr ehtimalları 0.5 olur. Aşağı ehtimallı hadisələr 0 ilə 0.5, yəni daha kiçik ehtimala malik olan deməli nümunələrdir. Yüksək ehtimallı 0.5-dən 1-ə qədər olan hadisələrin ehtimalıdır. Sadə hadisələr üçün nəzəri eksperimental ehtimalların hesablanması. Artıq burada ehtimalların hesablanmasına müraciət olunur. Ehtimal anlayışı böyük P hərfi ilə göstərilir. Hesablanmasına gəlsək, deməli, əlverişli halların sayı ilə mümkün halların sayını biz nəzərdə keçirməliyik, tapmalıyıq. Əlverişli halların sayını sürətdə, mümkün halların sayını isə məxrəcdə yazaraq həmin ehtimalları hesablayırıq. Prosesdə məzmunla yanaşı şahidlərin problemləri həll edərkən nümayiş etdikləri idrak proseslərinin kateqoriyalara bölünməsi tapşırıqların daha dəqiq hədəflənməsini təmin edir. Yəni, biz artıq bu problemləri həll edərkən həmin etdiyimiz işi, prosesi dərk edərək mi edirik, yoxsa sadəcə mexaniki hesablamadan istifadə edirik. Deməli, real həyat problemini həll etmək üçün riyazi dilə çevirmədir, tətbiq etmə, şərh etmə, yəni təhlil etmə kimi idrak proseslərindən bəzilərini və ya hamısını istifadə etməlidir. Bunlarla bağlı əsas hissələrdən bizə izahlar vermişdir. Riyazi əsaslandırma. Deməli, beynəlxalq yanaşmaya görə riyazi savadlılıq müxtəlif həyati situasiyalarda problemini həll etmək üçün riyaziyyatdan fəal istifadə etməkdir. Yəni, riyaziyyatı sadəcə nəzəri olaraq öyrənmək deyil, bütün həyat tərzinə tətbiq edə bilmək bacarığıdır. Riyazi dilə çevirmə. Problemin məzmununu simvol, ifadələr vasitəsilə riyazi dildə göstərə bilmək. Sonra digər tanış situasiyalar və ya məlum riyazi anlayış, fakt, qaydalarla əlaqələndirə bilmək. Bizim öyrəndiyimiz, gördüyümüz problemləri, anlamağa çalışdığımız problemləri öyrəndiyimiz nəzər biliklərlə əlaqələndirə bilmək bacarığı. Problemin riyazi tərəflərini müəyyənləşdirmək. Yəni, ola bilər ki, hər hansı bir hadisə problem görürük, situasiyanın mütləq şəkildə riyaziyyatla bir əlaqəsini quraraq onun riyazi tərəflərinin hansı hissəsini əhatə etdiyini göstərməkdir. Biz riyaziyyatın əsas hansı məzmun hissələri var, onu yuxarıda sadaladıq. Problemi sadələşdirə bilmək, hissələrə bölmək və onu həll etmək. Yəni, həllinə təsir edən şərtləri qoyulan məhdudiyyətdə aydın şəkildə təyin edəndən sonra onu riyazi şəkildə təsvir etmək. Tətbiq etmə prosesi.
hesablamalar aparmaqdır, nəticə çıxarmaqdır. Strategiya içində ən uyğununu seçməkdir. Yəni ola bilər ki, bir neçə həll yolu mümkündür, amma onların ən əlverişlisi hansısa ondan istifadə etmək. Strategiyanı qurmaq, tətbiq etmək, riyazi alətlərdən istifadə etmək. Bəzən elə bir durum olur ki, xəttkeşdən istifadə edirsən, bəzən pərkardan, bəzən günyə və s. alətlərdən istifadə edirsən. Riyazi faktlar, qayda, algoritmləri tətbiq edə bilmək. Bildiyimiz düstur, tutaq ki, düz mütənasibliyin düsturu, amma harda və necə tətbiq edəcəyini bilmirsənsə, artıq bu prosesin keyfiyyətinin aşağı şəkildə mənimsənilməsini göstərir. Hər bildiyin qaydalı hansı problemdə tətbiq edə bilirsənsə, bu savadlığın daha yüksək səviyyədə olmasını ifadə edir. Ədədlər, cəbri ifadələr, tənliklər, həmçinin həndəsi təsvirlərlə işləmək. Bildiyin hər hansısa bir ifadə var, şahidlərə misal tətbiq etmək istəyirsən və yaxud da ki, yoldaşına bir problemin həllini göstərmək istəyirsən, tutaq ki, cədvəldən istifadə edirsənsə, bu artıq sənin biliyinin daha da yüksək olmasına işarədir. Diaqram, qrafiklər qurmaq, tamamlamaq, onlardan məlumat əldə etmək. Sözsüz ki, statistika bölməsində ən çox istifadə olunan qaydadır. Diaqramlar, yəni riyazi diaqramlar əsasən dairəvi diaqramlar, xətti diaqramlar, sütunlu diaqramlardır. Sonra bu qrafikləri qura bilməkdir və həmin qrafikləri qura bilib tam şəkildə göstərə bilmək. Sonra isə oradan məlumat əldə etmək. Riyazi nəticələri izah edə bilmək, əsaslandırmaq. Ən əsas məsələlərdən biri əsaslandırmaq. Əsaslandırma hissəsinin keyfiyyətinin yüksək olması sənin onun dərk etmənin yüksəkliyini ifadə edir. Yəni, nə qədər yüksək dərk etmisənsə, o qədər əsaslandırman daha asan və rahat olacaq. Şərh etmə, təhlil etmə hissəsində. Nəticənin kontekstə uyğunluğunu qiymətləndirmək, həll yenidən real həyat kontekstinə izah etmək, riyazi həllin məntiqli olub-olmadığını yoxlamaq, problemin həllində istifadə olunan modelin məhdudiyətini müəyyənləşdirmək, proqnozlar vermək, arqumenti əsaslandırmaq. Təklif olunan həll üsullarını sınaqdan keçirmək və müqayisə etmək. Biraz əvvəl qeyd etdiyimiz kimi, ola bilər ki, bir problemi bir neçə qayda tətbiq edə bilmək mümkün olsun, amma ən əlverişlisi bizə lazım olandır. Kontekst hissəsində monitoring riyazi savadlıq üzrə aşağıdakı kontekstləri əhatə edir. Şəxsi, yerli, qlobal və riyaziyyat daxili. Şəxsi sadəcə sənə aid olan hissəni əhatə edir. Yerli kontekstlər qarşılıqlı əlaqəyə yönəlib, digər insanlar yaxın ətraf mühit vasitəsilə əlaqəni tələb edir. Sonra qlobal artıq böyük miqyaslı icmalara, ölkələrə və s. daha doğrusu təsir edən, əhəmiyyət daşıyan vəziyyətlərə yönəlir. Riyaziyyat daxili isə kontekstlərdə bütün elementlər yalnız riyaziyyata aiddir və heç bir real həyat və ya kənar kontekstdə istinad edilmir. Sonra riyazi savadlığın qiymətləndirilməsi. Qiymətləndirmə məsələlərində məzmun xəttləri üzrə sualların paylanmasıdır. Yəni, bayaq qeyd elədiyimiz 4 əsas məzmun xətti üzrə sualların paylanması, tapşırıqların həllində istifadə olunan proseslərin ardıcıllığı, hər hansısa bir qaydanı ardıcıl şəkildə, düzgün formada hissə-hissə tətbiq edə bilmək. Çünki hansısa bir ardıcıllığı pozmuş olsan, nəticənin yanlış olmasına gətirib çıxara bilər. İstifadə edən kontekstlərin balanslı şəkildə seçilməsi, verilən sualların cavab formatları, məsələn, açıq və ya qapalı tipli onların nisbətlərinin nəzərə alınması. Biz inşallah qarşıda qeydiyyatları göstərəcəyik ki, hər bir suallar müəyyən bir hissəsini açıq olaraq, qapalı olaraq və yaxud da ki, hansısa bir seçmə suallardan ibarət olmasını göstərir. Tapşırıqların çətinlik səviyyəsinə görə paylanması. Asan, asandan ortaya doğru, sonra ortadan çətinə doğru və çətin formada olan suallar. Tapşırıqların məqsədi qiymətləndirmə tapşırığının uğurla yerinə yetirilməsi üçün tələb olunan bilik bacarıqların tapşırığın məqsədində ümumiləşdirilir. Tapşırığın məqsədi tapşırığın məlumatının, tapşırıq haqqında məlumat cədvəlin tərkib hissəsidir. Və məzmun, kontekst, proses, çətinlik, doğru, cavab, çox seçimli tapşırıqlarda deməli, distraktorların əsaslandırılması. Bunlarla bağlı müəyyən qısa hissələri qeyd edir. Bilmə, tətbiq etmə, əsaslandırma. Sonra riyaziyyat üzrə nümunə tapşırıqlar bölməsində bu modelə uyğunlaşdırılmış tapşırıq nümunələri qarşımıza çıxacaq. Məzmun xəttləri üzrə paylanmada deməli, sinif və
hər bir şahidlər üçün, yəni həm 4, həm 6-cı sinif şahidlər üçün ədəd və əməllərə aid 35-40%, cəbr və funksiyalara aid 5-15%, həndəsə və ölçmə 30-40%, statistika və ehtimal 10-20% hissəni əhatə edəcək. İdrak, yəni dərk etmə prosesi üzrə paylanmada riyazi dilə çevirmə bacarığı 15-25%, tətbiq etmə 45-55%, şərh etmə 15-25%, riyazi əsaslandırma 5-15%. Yəni əsaslandırma fikrin tətbiqi, həmin tətbiqin təsdiqinin qəbullandırılması üçün fikirlərin tam şəkildə ardıcıl izah olunması üçün sözsüz ki, müəyyən yer ayrılacaq. Monitorinqdə istifadə olunan əsas kontekst növləri, yəni şəxsi, yerli, qlobal, təxminən bərabər formadadır. Sonra riyaziyyat daxil hissəyə isə az bir yer ayrılıb. Deməli, sinif 4-6-da şəxsi olan hissə 30-40% əhatə edir, yerli 25-35%, geniş dünya miqyasında 20-30, riyaziyyat daxili isə 5-15 hissədir. Və gələk buradan əvvəlki illərlə bağlı ən əsas fərqimizə. Bizə veriləcək tapşırıqlarda çox seçimli yeni bir tapşırıq sanki növünün olması, yəni bir əvvəlki illərə nisbətdə bu biraz şahidlərdə fərqlilik yaradacaq və mürəkkəb çox seçimli tapşırıq. Bunların fərqi nədir? Çox seçimli tapşırıqlarda artıq bir neçə deməli seçim şansı göstəriləcək. O seçim şanslardan yalnız biri doğru olacaq. Mürəkkəb çox seçimli tapşırıqlarda isə bir neçə şans deməli göstəriləcək. Onların içərisində artıq bir deyil, ikisi, üçü, bir neçəsi doğru, düzgün variant hesab oluna biləcək. Sonra deyir ki, həll tələb olunmayan açıq tipli tapşırıqlar şagirddən bir və bir neçə xanaya ədədi cavab daxil etməyi tələb edir. Yəni bir hissə açıq cavabı olmayan sualların sadəcə qısa cavabını yazmaq kifayət edir. Düzgün cavab sualın xarakterindən asılı olaraq tək bir qiymət müəyyən edilmiş interval daxilində də ola bilər. Yəni bəzən şahidlər ancaq konkret qiymət yazır 3, 5, 7 və s. Yəni belə də ola bilər, müəyyən aralıq da ola bilər. 3, 8, 12, 21 və s. formasında göstərilə bilər. Həlli tələb olunan açıq tiplərdə isə şagird məntiqi izah, riyazi arqument yazmalıdır və nəticə qiymətləndirmə mütəxəssisləri, yəni marketing müəllimlər tərəfindən etalon əsasında yoxlanılacaq. Bunlar tək-tək yoxlanılaraq sizin yazdığınız nəticələrə uyğun sizə müəyyən qiymətləndirmə tətbiq olunacaq. Seçim tələb olunan tapşırıqlar ümuminin 75-85%-dir. Həll tələb olunmayan, diqqət edək, həll tələb yəni sadəcə cavabını yazacağınız suallar 10-20%, həll tələb olunanlar isə 0-5% əhatə edir. Tapşırığın çətinliyi üzrə asan, asan orta, bayaq qeyd elədik, orta çətin və çətin olaraq hissələrə bölünür. Asan orta 20-30%, asan daha doğrusu 20-30%, asan orta 30-40%, orta çətin 20-30%, çətin isə 10-20%. Gördüyünüz kimi çətinin payına çox az bir hissə düşür. Sonra riyazi tapşırıqlarla bağlı olan hissəyə diqqət edirik. Burada aşağıda deməli riyazi savadlıq çərçivəsinin müxtəlif aspektlərini izah etmək üçün hazırlanmış bir sıra nümunə tapşırıqları yer alır. İlk nümunə belədir. Misal, 2 qab dolma var, hər qabda 4 dolma var. Görürsünüz, şəkillərdə də qeyd olunub. Bütün dolmaların ümumi qiyməti 16 manatdır. Sualımız belədir. Bir dolmanın qiyməti neçə manatdır? Ümumi 8-dir. Ümumilikdə bunların qiyməti, yəni 8 dolma var, amma qiyməti 16 manatdır. Bir dolmanın qiymətini hesablayanda 8-ə bölmək lazımdır. Doğru cavab 2 manat olur. Asan sualın növünə aiddir. Ədədlər və əməllər məzmun xəttini əhatə edir. Proses tətbiq etmədir. Yəni burada məsələ vizual olaraq görərək şagird artıq misalı sadəcə sözlərdən ibarət deyil, sual nümunəsini görüntü olaraq tətbiq edir. Tutaq ki, 1, 2, 3, 4 bu şəkildə saya da bilər və hər birinin belə desək qiymətlərini tətbiq edə bilər. Real həyat nümunəsi ilə əlaqələndirə bilər. Növbəti ikinci tapşırıq nümunəsində baxaq.
İzah hissəsi ilə onu qeyd elədik. Tapşırıq nümunəsində ikincisində belə bir sual verir. Əli Yaponiya şəhərlərindəki əhali sıxlığını araşdırmaq üçün layihə üzərində işləyir və əhalinin sayı ərazilərin sahəsi ilə bağlı məlumatları əldə edir. Əhalinin sayına diqqət etsək, sıralama verib, ərazi kvadrat kilometrinə sıralama verir. Ərazisi ən böyük olan şəhər hansıdır? Diqqət edək, yəni bizə artıq əhali hissəsi burada lazım deyil. Ərazisinə diqqət edirik. Ən böyük olan 827, yəni Kyoto. Növbətiyə diqqət edək. Doğru cavabımız C variantı. Bunu bu şəkildə seçə bilər. Çox seçimli sualdır, yəni bir neçə variant var. O variantın içində sən doğru, düzgün olan bir dənə cavabı seçməlisən. Sonra keçək ikinci suala. Tokionun əhalisi Yokohamanın əhalisindən nə qədər çoxdur? Artıq burada məsələ nədən ibarətdir? Buradakı verilən ifadədə sən artıq fərqi tapmalısan, yəni hesablamanı tətbiq etməlisən. Tokionun əhalisinə diqqət edək, bir də digərinə. Tokionun əhalisində adam sayı 8 milyard 337 mindir. 8 milyon 337 min. Amma digərində isə 3 milyon 189 mindir. Yəni bunların ikisinin fərqini hesablayarsan, tapdığın cavab artıq sənin doğru cavabındır. Növbəti sualda isə qeyd olunur. Bunların cavabını, fərqini hesablayırsan və doğru cavabı tapırsan. Növbəti sualda bizə nə verir? Deyir ki, orta hesabla Tokyoda 1 kvadrat kilometr ərazi təxminən neçə nəfər yaşayır və ən azı 1000 nəfərə qədər yuvarlaqlaşdırın. Deməli, biz nə etməliyik? Tokyodakı insan sayını ərazinin miqdarına bölərək bir insan üçün nə qədər əhatə dairəsi düşür, onu tapmaq lazımdır. Diqqət edək. 8 milyon 337 mini 627-yə bölürük. Bu müəyyən bir 3000 müəyyən ədədə əhatə eləyəcək. Həmin tapdığımız qiymət artıq 13 mini keçdiyinə görə 13 min ilə 14 min arasında qiymət yazıla bilər. Hər hansı bir qiyməti yaza bilərsiniz, onsuz da təxmini qiyməti bizdən tələb edir və əsas məsələlərdən biri dediyimiz kimi bu iki aralıq şəklindəki, bayaq demişdik, konkret bir qiymət də ola bilər, aralıq şəklində qiymət də ola bilər. Bunları gördüyünüz formada yazıb cavab olaraq qeyd edə bilərsiniz. Növbəti sualımız artıq yeni, belə deyək, sual növünü göstərə biləcək bir nümunə. Əli deyir, Osaka Nagoyadan daha sıx məskunlaşır. Haqlıdırmı? Ya bəli, ya xeyr. Yəni, iki seçimdən birini təsdiqləmək lazımdır. Gəlin, diqqət edək. Sıx məskunlaşmanı tapmaq üçün birinci, biraz əvvəl qeyd edilən kimi bölmələri yerinə yetirməliyik. Sonra tapdığımız cavabları müqayisə etməliyik. Yəni, artıq burada iş bir qədər çətinləşir. Bu, orta çətin olan bir hissədir. Həmin hissədə artıq Osaka Nagoyadan olan hissəsin. Gəlin, göstərək bu hissəni. Artıq siz burada edəcəyiniz bölməni 2 milyon 592 mini 225-ə bölürsün, 2 milyon 300 mini 326-ya bölürsən və tapdığın cavablar ki var, həmin cavabları öz aralarında müqayisə edəcəksən və bu sənin həmin sual üçün doğru variantını ifadə eləyəcək. Tapdığın cavabda əlinin fikri doğrusa bəli hissəsinə, yanlışdırsa xeyr hissəsinə seçimini edirsən. İndi bəli olsa bəli, xeyr olsa xeyr. Yəni bu hissədə sadəcə boşluğu doldurmaq lazımdır. Növbəti tapşırıq nümunəsi alma hissələrini əhatə edir. Deməli, bizə bu hissədəki almaların sayı müəyyən bir qanuna uyğunluqla düzülüb. Diqqət etsək, birincidə 64-dür, ikincidə 32-dir, yəni 2-yə bölməklə tapılıb. Növbəti 2-yə bölür, növbəti 2-yə bölür və bizdən tələb etdiyi sualda yalnız bir ədəd alımı olan kisə neçənci kisə olar? Deməli, 4-ü 2-yə bölsək 2 alınacaq. Bu 5-ci kisədir. Bir dəfə də 2-yə bölsək 1 alınacaq. Və bu da 6-cı kisə olur. Deməli, cavabımız B variantı şəklində qeyd olunur. Diqqət edək. 4-ü 2-yə böldük 2, 2-ni 2-yə böldük 1. 7-ci kisə olaraq qeyd olunub. Baxaq bir də.
4, 5, 6. 4'ü 2'ye bölsək 2 alınır. Üzr istəyirəm, biz daha doğrusu mən burada yerlərini səhv nəzərdə tutmuşam. Deməli 8'i 2'ye bölsək 4 alınır. 4'ü 2'ye bölsək 2 alınır. Bir dəfə də təkrar 2'ye bölür, orada 1 alınır ki, o da bizə 7-ci kisəni göstərir. Yəni 8 alma, 16 alma və s. şəklində davam etmək lazımdır. Bu deməli çətinlik səviyyəsi orta çətin olaraq götürülən suallardandır. Növbəti sualımıza baxaq. Bizə verilib Zeynəbin naxışı. Zeynəbin naxışında deməli fiqurlardan ibarət naxış hazırlayır. Qara pildə, ağ pildə şəklində görüntü yaradır. Birinci fiqurda bir ağ, sonra ikinci gəlir 2 ağ, bir qara, ikincidə deməli qaraların sayı 3-ə çevrilir. Üçüncüdə artıq 6-ya çevrilir və s. Deyək ki, 4-cü fiquru düzəltmək üçün neçə ədəd qara piltəyə ehtiyacı var? Bunun ardıcılığına diqqət eləsək görərik ki, birincidə 1-dir, sonra 3, sonra 6 və birincidən ikinciyə keçəndə 2 vahid artır. Sonra 3 vahid artır. Deməli, sonra 4 vahid artmalıdır və doğru cavabımız 10 olmalıdır. C variantı. Növbəti kvadrat piltələr. Divarı ağ, qara, boz rəngli piltələrlə bölünüb. Sualımız belədir. Əvvəlcə şərtinə baxaq. Hər bir piltənin uzunluğu 60 cm-dir. Deməli, diqqət etsək, burada 1, 2, 3 və 4 dənə 60 var. Bu da bizə 240 verir. Aşağıda 1, 2, 3, 4, 5, 6. 6-nı 6-ya vursaq, deməli, 360 cm ifadə edir. Deməli, kiçik hissələrə bölünməsini deyir, divarın ölçülərini təyin edin. 240-ın 360. Sadə hesablama qaydasına aid olan hissə. Çox seçimli sualdır, amma cavabı konkret olaraq verilib. Növbəti tapşırıq nümunəsi sinifin hobbisi. Artıq 2 dənə histoqram verib, daha doğrusu stonlu diaqram verib, stonlu diaqramda. İkinci sinifdə ən populyar hobbi hansıdır? İkinci sinifi seçirik. Ən populyar olan, ən çox olan deməkdir. Bu da tenisdir. C variantı. Sadə nümunədir. Növbətidə birinci sinifdə neçə şagird var? Artıq gəlirik birinci sinifə. Birinci sinifdə şagirdlərin sayını tapanda şahmatı sevən 2 nəfər idi. Sonra cüdonu sevən 7 nəfər idi. Sonra tenisi sevən 3 nəfər idi. Gimnastika ilə məşğul olub sevən 8-dir. Artıq biz bunları 2, 3, 7, 8-i toplamalıyıq. Deməli, ümumi cəmi 20-yə bərabər olur. Yəni, bunun cavabı 20-dir. Sonra orta çətin sual növünə aiddir. Hər iki sinifdə ümumilikdə ən populyar hobbi hansıdır? Bunu hesablamaq üçün nə etməliyik? Deməli, şahmat üçün hesablasaq, birincidə 2 nəfər, ikincidə 5 nəfər, 7 nəfər olur. Sonra cüdo üçün birincidə 7, ikincidə 5 toplasaq 12 və s. bu şəkildə hesablayırıq. Bizdə ən çoxunu hesabladığım, deməli, qeyd edək, sonra tenisdə yazaq, ən sonunda müqayisəni edərik. Tenisdə birində 7, birində 3, yəni 10 edir və gimnastikada isə biri 3, digəri 8-dir. Toplasaq 11 edir. Bizdən ən çoxunu istədiyinə görə doğru cavabımız elə cüdo ilə məşğul olanlardır. Ən populyarı cüdo ilə məşğul olanlardır. Bu doğru cavab B-ni ifadə edir, statistika ehtimal bölməsini əhatə edir və çox seçimli suallar növünə aid olan sualdır. Növbəti, deməli, atletika hissəsini əhatə edir. Müəyyən yerlər qeyd olunub. Birinci yer, ikinci, üçüncü yerlər. Birinci yerdə hər bir sayına 3 xal düşür. İkinci yerdə 2 xal, üçüncü yerdə 4 xaldır. Daha doğrusu üçüncü yerdə 1 xaldır. Mavi komanda ümumilikdə neçə yer qazanmışdır? Sözsüz ki, birinci yerdə 3 nəfər, ikinci 2, 4 toplasa 3, 2, 4 cavab 9 edir. Bu asan növünə aid olan suallardan ədədlər və əməllər hissəsini əhatə edir. Diqqət edə bir də həlli tələb olunmayan açıq sualdır. Yəni sadəcə açıq sualdır, cavabı qeyd etmək lazımdır, həllə ehtiyac yoxdur. Mavi komandaya ümumilikdə neçə xal verilmişdir? Artıq burada bir hissə var ki, yəni daha doğrusu birinci yerə 3 nəfər
çıxıb 3 nəfərin hər biri 3 xal qazanır. İkinci yerə 2 nəfər çıxıb 2 xal qazanır. Üçüncü yerə 4 nəfər çıxıb 1 xal qazanır və bu xalların hamısını toplamaq lazımdır. Buradan tapdığımız cavab bizim doğru cavabımız olacaq. Deməli, asan orta şəklində qiymətləndirilib, ümumi qiymət 17-yə bərabərdir. Növbəti sualda qırmızı komanda ümumilikdə 18 yer qazanıb, 42 xal toplayıb. 18 yer qazanıb 42 xal toplayıb, 6-sı ikinci yerdir. Deməli, birinci yer, ikinci yer, üçüncü yer. 6-sı ikinci yerdirsə, diqqət edək, 18 yerdən 6-sını çıxanda 12 yer qalır. 12 yerin birincisinə x desək, digəri 12 çıxılsın x olur. Birinci yerə 3 xal verirdilər. Deməli, nə etmək lazımdır? Biz 3-ü vururuq x-a. Çünki x sayda olsa 3-ə vurmalıyıq. Növbəti 12 minus x-ı 3-cü yerdə olanlardır. O da 1-ə vururuq. 1 xal verir. Və toplasaq, deməli, ikinci yerə 6 deməli 6 yer tutulub. 6 yerin hər biri 2 xaldan 12 xal edir. Yəni bu ifadə ikinciyə biz 12 xal nəzərə tutmalıyıq. 42 xala ümumi isə 12-sini çıxsa, burada cəm 30-a bərabər olur. Sonra 1-i vuranda onsuz da mötəriz daxili ifadənin özü olacaq. 3x-dan 2x, x-i çıxanda 2x olur. 30-dan 12-ni çıxsaq 18. X-in qiymətini axtarsaq 9. Bizdən istədiyi birinci yer neçə nəfər əhatə olunur? Birinci yerdə sözsüz ki, x-in qiymətini ifadə edəcək, o da 9 nəfər olur. Bu, cəbr və funksiyaları əhatə eləyirdi. Riyazi dilə çevirmə prosesidir. Çox seçimli sualdır və ümumilikdə çətin sualı hissəsini əhatə eləyir. Bunun cavabını tapdıq. Fırlanma rəngli çarxlar. Bununla bağlı olan hissəyə diqqət edək. Deyir ki, Asiya çarxı fırladır, ox yaşıl rəngin üzərində dayanır və yenidən fırlatmaq istəyir. İkinci fırlatma ilə bağlı 3 təklif irəli sürülür. Doğru və ya yanlış olduğunu müəyyənləşdirmək, seçimin doğru və yanlış variantlarının birini seçmək lazımdır. Artıq burada seçim şansı bir qədər fərqlənir. Deməli, çoxsaylı seçimdir, müxtəlif çoxsaylı seçimdir. Diqqət edək, mürəkkəb çoxsaylı seçimdir. Burada məsələlərdən ibarətdir. Biz diqqət edək. Əvvəlcə suala bax. Oxun yenidən yaşıl rəngin üzərində dayanması mümkün deyil. Sözsüz ki, mümkündür. Çarxı çevirsə, yenidən yaşın üzərində dayana bilər. Yəni, bu yanlışdır. Sonra, oxun qırmızı rəngin üzərində dayanması ən çox ehtimal olunan haldır. Sözsüz ki, elədir. Səbəb nədən ibarətdir? Çünki, deməli, çarxı ümumilikdə 360 dərəcə kimi düşünsək, diametr vasitəsilə yarılı bölünüb, yəni bu 180 dərəcəni əhatə edir. Amma digər hissələr isə kiçik hissələr, yəni 180-dən kiçikdir. Bu da mənası olaraq ifadə olunur ki, qırmızı rəngin üzərində dayanması daha böyük ehtimalı əhatə edir. Yəni bu doğrudur. Dairənin yarısını əhatə edir. Digərləri daha kiçikdir. Sarı rəng üzərində dayanması yaşıl rəngdən daha çox ehtimaldır. Sarı rəngin üzərində dayanması yaşın üzərində dayanmasından deyə daha çox ehtimaldır. Bu yanlışdır. Niyə? Çünki yaşıl 90 dərəcəli bir hissəni əhatə edir. Sarı isə 90-ın tərkibində kiçik bir hissədir. Ona görə yaşılın üzərində dayanması digərinə nisbətən daha çox olmalıydı, amma bizdə əksinə verib, bu da yanlışı ifadə edir. Bu artıq mürəkkəb, çox seçimli suallardandır ki, və eyni sualda bir neçə doğru variantı qeyd etmək mümkündür. Statistika ehtimal bölməsini əhatə eləyir, orta çətin sual növünə aiddir. Və daha asan alternativ tapşırıq kimi şagirdlərdən yalnız bir hadisəni şərh etmək tələb oluna bilərdi. Məsələn, oxun hansı rəng üzərində dayanması ən çox və ya ən az ehtimaldır. Belə bir sual qoyula bilərdi. Çərçivə sənədi ilə bağlı bu qədər. Deməli, əsas hissələrini izah etdik. Hər birinizə uğurlar deyirik. Monitoring imtahanlarında hər biriniz ən yüksək nəticəyə sahib olarsınız inşallah. Uğurlar deyirik. Bizdə deməli izləməyi, abunə olub videoları bəyənməyi unutmayın. Uğurlar deyirəm. İnşallah növbəti videolarda görüşənə qədər.